Xaqani Şirvani'nin Gənclərin Nəsihət əsəri haqqında doğru fikirlər müəyyən edin. Hər adamın tərifə layiq olmadığı bildirilir. Bu doğru cavabdır. Müəllif deyir ki, deməli, razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Sən onu övdükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanar. Bu düzdür. Əsərin əvvəlində və sonunda eyni obyektə müraciət olunur. Bu yanlışdır. Əvvəlində fitnəkar cavana müraciət olunur, sonunda olunur. Pis adamlardan qorunmaq tövsiyə olunur. Doğrudur. Deyir ki, qorun pis adamdan. Anla ki, onlar əqrəb tək kör olar, ilan tək lalkar. Müəllif şeirdə öz təxəllüsünü işlədib. Doğrudur. Deyir ki, sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. 5 yanlışdır. Süjetli lirika deyil. Süjetli lirika budur ki, orada diyalog olur. Məsələn, Hüseyin Cavidin Qız məktəbində şeiri. Cavab burada 1, 3 və 4.